Sən mənim günahım çoxdur, Allah bağışlamaz deyirsən. Bu şeytanın ən böyük yalanıdır. Allah Quranda özü səni səsləyir. Ey günahda həddi aşmış qullarım! Allahın rəhmətindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayır. Bütün günahları qardaşım, hamısını. Peyğəmbərimiz buyurub ki, sən ona bir addım atsan, o sənə qaçaraq gələr. Səhralar dolusu günahla gəlsən, Allah səhralar dolusu bağışlanmayla qarşılayar. Bu gecə hamı yatanda sən qalx, dəstəmaz al, 2 rükət qıl, alnını yerə qoy və səssizcə ağla. Bütün günahlarını Allaha de. O bilir zaten, amma sən de və inan, səhər yeni bir insan olacaqsan. Tövbə qapısı hələ açıqdır qardaşım, gec qalma.